Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Digər qardaşının da analoji əmələ görə axtarışda olduğu deyilir. İmişli rayon Ağsaqqallar Şurasının sabiq sədri Salih Səmədovun 3 oğlunun vəzifədən azad olunmasının ardınca daha bir xəbər yayıldı. Oxu 24.com saytının əldə etdiyi məlumata görə Salih Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub. Onun digər qardaşı, əvvəllər daxili işlər orqanlarında çalışmış Sahib Səmədovun da analoji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir. Mənbənin verdiyi məlumata görə Atababa Səmədov 1. Qrup şəxs ilə qrup şəklində dələduzluq əməli törətməkdə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atababa Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. A. Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul alıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib.